Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının artıq icrasına başlanıldı. 6 saylı cəza çəkmə müəssisəsində də 6 məhkum cəzasının çəkilməyən hissəsindən tam azad edildi. Görüntülər 6 saylı cəza çəkmə müəssisəsindəndir. Bu gün onlar üçün həyatlarının ən unudulmaz tarixi günüdür. Kimisi 3, kimisi isə 4 il cəzasının çəkilməyən hissəsindən azad oldu. 4 il 4 ay azadlıqdan məhrum olmuşdum. 3 il 6 ay cəzamı çəkmişəm. 8 ay 25 gündə möhtərəm prezidentimiz əfv elədi. Əfv olunanlardan 5-i Azərbaycan, biri isə Pakistan vətəndaşıdır. Xeyirli olsun, evimizdə hər kəsə salamlar söylüyorum. Muhterem Cenab Prezident İlham Aliyev bana azadlık verdi, af verdi. Sonra ben bu millet çok mehriban millet, bana her zaman çumayı. Bu millet sade millet, mehriban milletti. Çok benim çumayı burada. Azerbaycan turmada, bu şeştoy turmada vatandaş, harici vatandaş beraber hukuk malikti. 10 saylı cəza çəkmə müəssisəsində də əfv sərəncamına əsasən 8 nəfər cəzasının çəkilməyən hissəsindən tam azad olunub. Onlardan biri Gürcüstan vətəndaşıdır. Toğrul bəy, kim əfv olundu bu gün? Qardaşım Sadıqov Nicat. Atam zəng vurdu, səhər tezdən atam zəng vurdu ki, Cənab Prezident sərəncam imzalayıb. Amma bu gün çıxacağını bilmirdik. Böyük qardaşımdı, 3 ildir içərideydi, 2 ili qalmışdı. Allah prezidentimizə can sağlığı versin, 2 ili əfv elədi. Əfv sərəncamının icrası penitensiar xidmət müəssisələrində, icra və probasiya xidmətlərində təşkil olunub. Qeyd edək ki, Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.